Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda 2024-2025-ci tədris ili üzrə məzun günü keçirilib. Tədbirdə Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Respublikası Milli Məclisi Ailə, Qadın və Uşaq Məsələlər Komitəsinin sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müavini Aynur Sofiyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Fuad Nurullayev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, dini konfessiyaların nümayəndələri, dini qurumlarla iş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən tələbələr Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının peşəkar mütəxəssislərin yetişdirilməsində mühüm rol oynadığını bildirib. Çıxışlardan sonra institutu yüksək göstəricilərlə başa vurmuş məzunların təltif edilməsi mərasimi keçirilib və bədii proqram təqdim olunub. Məzun günü proqramı çərçivəsində İslam İncəsənəti Dərnəyi sərgisi nümayiş olunub. Azərbaycan İlahiyyat İnstitutunun müəllim və tələbələrdən ibarət öz fəaliyyət kollektivinin ifasında musiqi proqramı təqdim edilib. Birinci kurs tələbəsi Elvin Qurbanov tərəfindən Quran tilabəti səsləndirilib. Bugün bizim üçün çox əlamətdar bir gündür. Çünki biz bugün Dini Qurumlar üzrə Dövlət Komitəsinin yaranmasının 24 illiyini qeyd edirik. Eyni zamanda Azərbaycan İlahiyyat İnstitutunun 4-cü məzuniyyət gününü keçirdik. Və mən onu qeyd edeyim ki, Azərbaycan İlahiyyat İnstitutu 2018-ci ildə Cənab Prezidentin sərəncamı ilə yaradılıb. Azərbaycanda din sahəsində ali təhsil verən yeganə dövlət müəssisəsidir və eyni zamanda Azərbaycan İlahiyyat İnstitutu 4 ildir ki, məzunlarını verir və bu məzunlar Azərbaycanda müxtəlif dini ocaqlarda fəaliyyət göstərir, elmi müəssisələrdə fəaliyyət göstərirlər və sevindirici bir haldır ki, Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri artıq sevindirici bir haldır ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunları artıq peşəkar dini kadr olaraq Azərbaycanın müxtəlif yerlərində öz fəaliyyətlərini davam etdirirlər. Ziya Hikmətoğlu, Müqabil Bəbirxanov, Səs TV Xəbər.